tutaq ki, 20 il sonra hansı ixtisas dəbdə olacaq, 20 il sonra hansı peşə dəbdə olacaq. Biz buna köklənib, bugün, yox, mən bu peşəni istəmirəm, 20 il sonra bu modda olmayacaq, məsəl üçün, trenddə olmayacaq, deyə bilmərik. Çünki müəyyən bir təhsil periodu var da, 4 il, 5 il. Peşə təhsilində bu ehtiva edir 2 il, il yarım, maksimum 3 il. Sən bu 3 ildə oxuyan kimi, hətta peşə təhsilində daha fərqlidir, sən oxuya-oxuya işləyə bilirsən. Sən oxuyan kimi artıq iş bazarına, iş mühitinə atılmalısan. Sən 20 il sonraya atıla bilməzsən. Ona görə də dövrün tələb etdiyi, zamanın tələb etdiyi ixtisasları hədəf götürərək, sən o ixtisasla istəyirsənsə, sevirsənsə, onu seçməlisən və ona getməlisən. Çünki sən sonraki əmək bazarının, sonraki fəaliyyətin bunu səndən tələb edir. 20 il sonranı, üzr istəyirəm, 20 il sonranı düşünərək, məsələn, tutaq ki, yox, 20 il sonra mən bu ixtisası görməyəcəm deyə bir şey, yəni özümüzdə ehtiva eləyə bilmərik.